hədiyyə, yəni bağışlama müqaviləsindən danışırıq. Pərvanə xanım, əmlakı hədiyyə etmək üçün hansı hüquqi prosedurlar tələb olunur? Daşınmaz əmlakdan da söhbət gedir də, yəqin ki, daşınmaz əmlakı istənilən şəxsə bağışlaya bilərsən. Yəni o məcbur deyil ki, sənin qohumun olsun, tanışın olsun. İstədiyin bir şəxsə bağışlaya bilərsən, bağışlama müqaviləsi eləyə bilərsən. Hansı prosedurlar tələb olunur? Hansı prosedur? Notarial qaydada bağışlanma müqaviləsi bağlanır. Həmin şəxsə əmlakını bağışlayırsan. Notarial qaydada olmalıdır, mütləq şəkildə. Bağışlanmış əmlakı sonradan geri almaq mümkündürmü? Bu qəşəng sualdır. Bağışlanmış əmlak, əgər sənin qəyyumluğunda körpən varsa, əmlak ona bağışlanıbsa, onun qəyyumu olduğun üçün 18 yaşına qədər onun əmlakını sən idarə edirsən. Əgər uşaq 18 yaşına çatana qədər sən onun əmlakını, onun adına daha doğrusu bağışlanmış əşyanı, əmlakı kiməsə bağışlayırsansa və ya alqı-satqı edirsənsə, uşaq gəlib 18 yaşına çatdıqdan, yetkinlik yaşına çatdıqdan sonra həmin əmlakla bağlı məhkəmədə mübahisə qaldırıb həmin əmlakı geri qaytara bilər. Ki, faktiki olaraq mən yetkinlik yaşında olmamışam, mənim qəyyumlarım bu işi görüb, o əmlakın satılmasına və ya kiməsə bağışlanmasına mən razılığım yoxdur. Və yaxud da ki, nənə öz nəvəsinə hədiyyə eləyib, məsələn, evin. Sonradan onu geri ala bilər. Bir il ərzində ala bilər. Əgər bağışlama müqaviləsində deyir ki, məsəl üçün, mən evimi bağışlayıram ki, o mənə baxacaq. Bunun müqaviləndə də mən o evimi ona bağışlayıram. Faktiki olaraq görür ki, yox, yanaşma düzgün deyil, buna baxmır, ümumiyyətlə təzadlar var ortada. Bəli. Bir il ərzində. Bir ildən sonra ala bilməz? Xeyr, bir il ərzində ləğv olunmalıdır. Hədiyyə müqaviləsi ilə satış müqaviləsi arasında əsas fərq nədir? Hədiyyə müqaviləsi odur ki, notarial qaydada mən istədiyim şəxsə pul qarşılığı olmadan hədiyyə kimi bağışlayıram. Amma satış, alqı-satqı müqaviləsində pulla bağışlayırsan, pulla satırsan, hansı bağışlama yoxdur, doğrusu satış həyata keçirdirsən, hər hansı bir əmlakı, hər hansı bir məbləğ qarşılığında qarşı tərəfə satırsan. Çox sağ olun Pərvanə xanım. Buyurun. Təşəkkür edirəm cavablandırdığınız üçün.